Salam, hər vaxtınız xeyir. Mən bugün yenə sizə təzəcə müalicəsini qurtardığım bir xəstənin xəstəlik tarixi haqqında danışmaq istəyirəm. Çox maraqlı xəstədir. Belə ki, 1985 təvəllüd Rəhimov Mikail, deməli, sentyabr ayından müxtəlif şəhərimizin müxtəlif iri xəstəxanalarında, klinik mərkəzlərdə müalicə olunub. Xəstənin şikayəti bir yeyib, beş qusmaq, qarın nahiyəsində möhkəm ağrıların olması, qusmanın olması, ağrıların olmasıdır və xəstəyə çoxlu müayinələr olunub. Bunun əsas ikisi üstündə danışmaq istəyirəm. Yəni, bizim klinikadan əvvəl olunan müayinələrdən xaric. Deməli, xəstə kompüter tomografiyası, kontrast kompüter tomografiyası olunub və deməli, haradasa radiologiya uzmanı, kimsə radiologiya uzmanı tərəfindən diaqnozu mədiyə dair belədir. Deməli, hiatal yırtıq mədənin pilor hissəsində 46 mm-lik bir segmentdə patoloji divar qalınlaşması və pilorik lümində daralma izlənir. Kanser, CR, klinik laborator olaraq dəyərləndirilməsi və endoskopik biopsiya məsləhət görülür. Bu xəstədə onun tomografiyanın protokoludur və bu olub 05-09-25-ci ildə və 08-09-25-ci ildə endoskopiya olunan xəstə. Demək, endoskopiyanın da cavabı kardiya və fundus normaldır. U manevrasında sfinkterin gastroskopu sarması tamdır. Korpus mukoza hiperemik ödemli idi. Deməli, kompüter tomografiyası göstərir ki, hiatal yırtıqdır. Endoskopiya göstərir ki, yoxdur yırtıq. Deməli, gastroskopu sarması tamdır. Korpus mukoza hiperemik ödemli idi. Insura angularis antrum mukoza hiperemik ödemli idi. Antrumda ektopik pankreas ilə uyğun ortası çökük 1,5 cm-lik törəmə izləndi. Bu endoskopiyanın cavabıdır. Bu da kompüter tomografiyasının cavabıdır. Xəstə gəlib bizə, nəhayət, bu gəlib bizə ilkin gəlişi olub, deməli, 16-sı 10-2025-də. 16-sı 10-2025-də. Xəstəni müayinə eləmişik. Təbii ki, bizim müayinə vasitəmiz olub ultrasonografiya, mədənin zonsuz yoxlanması və zonsuz müayinə nəticəsində aşkar eləmiş ki, xəstədə rak əlaməti deyil, deməli, 12 barmağa keçid zonasının yarasıdır. Və bu göstəricilər, yəni yarıya xas göstəricilər, yara defekti və yara ətrafı infiltrasiya dərəcəsi düzdür, böyük olsa da, amma şiş üçün xarakterik deyil. Xəstə 15 gündür ki, 15-16 gündür bayra tamamilə getmir. Gündə ən azından 15 dəfə qusur, vəziyyəti olduqca ağırdır. Hətta əməliyyata bayra getmir, fasiləsiz də qusur. Əməliyyatdan da cərrahlar deməli, inkar eləyiblər, götürmürlər və bu şəraitdə xəstə bizə müraciət edib. Xəstə birinci növbədə biz bütün həkimlər dərman yazırlar, ama düşünmürlər ki, 15 gündən bayra getməyənin birinci növbədə bağırsağını açmaq lazımdır. Yoxsa sənin o dərmanı yığılıb, orada akumulyasiya törənib, daha pis vəziyyət əmələ gətirəcək. Və xəstənin valideynlə danışmışam ki, sizin başqa çarəz yoxdur, hara gedirsiniz, hamıdan əli boş. Ən məşhur klinikalar adlarını çəkmək istəmirəm. Klinika özəl, söhbət tək özəldən getmir. Dövlətin də iri klinikalarında deməli, hər yerdən inkar cavabı alırlar və 5 günə mən bunun əgər bağırsağını düzəldə bilsəm və 5 gündə əlləşib çalışmışıq ki və şükürlər olsun ki, bağırsağın heç olmasa deməli işləməsinin düzəldə bildik.
Ondan sonra isə bu təbii ki, iri yaradır və bu yaranın müalicəsi və hər dəfədə, hər 10 gündən, 20 gündən bir izləmə, 2, burada çoxlu bunun səhifələri də var, və nəhayət bugün 2 aydan sonra xəstəni yoxladıq, hər şey gözəl, infiltrasiya, deməli, yara defekti yerində demək olar ki, çapıqlaşmış, infiltrasiya tamamilə yoxdur. Xəstəyə xərçəng diaqnozu qoyulmuş, hətta əməliyyatından belə atqaz olunmuş bir xəstəni şükürlər olsun ki, müalicəyə götürdük. Biz bugün onu deməli, tamamilə demək olar ki, 98% yaxşıdan deyib evə yola saldıq. Yəni, evə yola saldıq deyəndən təkrarı son müayinəni elədik. Təbii ki, bundan sonra da müəyyən yüngülvari, haradasa saxlayıcı müalicə tələb olunur. Deməyim budur ki, ultrasəsin, gör neçə xəstə son günlər sayıram, çoxdur burada, bir sayacam. Xərçəng diaqnozu qoyulub, amma nəticədə xərçəng olsa mən onu müalicə edə bilmərəm, o effekti ala bilmərəm, infiltrasiyanı götürə bilmərəm, qalınlaşmanı götürə bilmərəm. Tomoqrafda deyir, raktır, gastroskopiya da onu deyir, amma biz deyirik ki, bu deyil, səhv diaqnozdur, morfologiyada onu təsdiq eləyib, hansı ki, ilkin olaraq kompüter tomografiyasında onu məsləhət görmüşdülər ki, əməliyyat olunsun, olunmasın və əməliyyat heç kim götürmürdü. Amma bu xəstədə tamamilə deməli, sadəcə olaraq klinikası güclü olan bir yaradır. Xəstəni ən çox incidən isə bağırsaqda qəbizliyin olmasıdır. Və biz bu işləri öhdəsindən demək olar ki, Allahın köməyi ilə gəldik. Deməli, bəzən mənə deyirlər ki, siz xəstənin özünü niyə danışdırmırsınız? Mənim elə şeylər, indiyə qədər baxın, mənim xoşum gəlməz xəstəni tutun, buradaydı xəstə bayaq, hara getmişdin, kimə getmişdin, onda gərək ad çəkər. Mən plan yerə getdim, düzəlmədim, oraya getdim, düzəlmədim, sənədlər məndədir. Mən ad çəkməklə kimisə harasa belə profesional səviyyəsini aşağı salmaq istəmirəm, ən azından sosial şəbəkədə. İndi hərə öz işini götürsün, amma demək istəyirəm, bizim işimiz budur. Sizin sağalda bilmədiyiniz, harada sizin bəyənmədiyiniz metodla həkimlərin mümkün deyil deyib, ultrasonografiya ilə diaqnozu qoyduq, müalicəsini də elədik. Xəstənin kimə maraqlı olsa, mən də adını çəkmirəm, amma telefon nömrəsini deyiləm, 051 537 88 94. Baxın, maraqlanın, görün, harada nə diaqnozu qoymuşdular, harada olub da xəstə özü bilər, deyər, deməz, onun öz işidir, mən nömrəsini sizə buradan deyirəm. Yəni, ona nə diaqnoz qoymuşdur, biz onu necə müraciət edik, hal-hazırki vəziyyət nətərdir? Gündə ən azından 10-15-20 gündür fasiləsiz 15-20 dəqiqə qusan xəstə, ağrıdan doğranan bu gün hansı vəziyyətdədir? Özü deyər, 051 537 88 94. Bunun da icazəsini xəstədən almışam ki, sizə desələr, yəni nə olub, onun necə var, onu elə deyim. Hamınızda can sağlığı arzulayıram, xəstələnməyin heç vaxt. Heç vaxt belə şəklə düşməyin inşallah. Sağ olun.